Deyilənə görə bəzi kişilər evdən 2 səbəbdən qaçırlar. İndi onun səbəblərini sizə deyəcəm. Videomu sonacan izləyib takib atmağı unutmayın. Və qızlar, bu süfrəni axşam açmışdım. Su çərşənbəsinə görə ailəmizin kiçik bir süfrəsi, ailə süfrəsi deyək, kiçik bir oturub özümüz üçün dincəldiyimiz bir saat idi. Və qızlar, indi keçək bu məsələyə. Deyir ki, kişilər fikirləşirlər ki, fikirləşmirlər, daha doğrusu bunu belə deyirlər ki, mən evə gələndə üstü başı yağ iylənən qadın görməkdən bezmişəm və mən istəmirəm dırdır edən xanım olsun. Səbəbin biri üstü başı yağ iylənən xanımdır, ikincisi isə dırdır edən qadındır. Bəs yaxşı, gəlin görək, o biri xanımlar niyə bəzənib düzənirlər? O biri xanımlar ona görə bəzənib düzənirlər ki, bir kişi tapsınlar və ondan maddi cəhətdən istifadə etsinlər. Amma evdəki qadın isə axşama kimi o kişi üçün, onun uşaqları üçün, onun ailəsi üçün robot kimi, toz soran kimi, qab yuyan kimi, paltar yuyan kimi, aşpaz kimi, axşama kimi işləyir. Və ondan mənəvi heç nə güdmür. Sadəcə uşaqlarına baxsın, ailəsinə baxsın, o onun üçün bir xoşbəxtlikdir. Və dırdır edən qadına gəldikdə isə bu kişilərin əsəridir. O qadınları kişilər məcbur edirlər ki, axşam evə gələndə qadın dırdır eləsin. Sizcə?